Qismətinə əzabla çarpışmaq düşən müğənni Qismət Mirzənin arzusunu yerinə yetirmək üçün Hacının uzun-uzadı mühazirələrinə qulaq asmaq məcburiyyətində idi. Narıncı rəng səbəbkar verilişində ənənəvi bir rəngdir. Amma boy buxun, gözəllik, xülasə hər bir şeydə qismətə çatan ola bilməz. İnanın, tam səmimi deyirəm. Aşarı tutmağından hiss olunurdu ki, müğənnimiz səmimi qəlbdən, ürəkdən, damarıyla, qanıyla, bütün həvəsi ilə bu işə, sənətə girişir. Eramızdan əvvəl 6-cı əsrdə Eley yarımadasında məşhur Xoriqatapakakos adlı dəmirçi yaşayırmış. Şəxsən onun kolleksiyasında 957.418 ədəd sənət əsəri varmış. Köppək oğlunun Eleyliləri işləyirlər də. Məşhur Çin ataları sözünə görə hörmətli tamaşaçılarımız, təkəri bir dəfə yağlamaq 1000 dəfə görməkdən yaxşıdır. Ay görməmişsinlər. Qismət, bax qardaş, tam səmimi qardaş kimi deyirəm. Birdən Allah eləməmiş, səsin batdı. Bəs nə iş görəcəksən? Hazır öyrədirik də, bundan gözəl sənət ola bilər. Şəxsən mənim səsim batsa, özüm ölüm depoda işləyərdim. Ay cəmaat, bir dəliyə baxın, belə vaxtda hamı hesabı qoyur. Dəmir yolunda işləmək üçün insanda dözüm, qətiyyət, möhkəm əllər, 2 vedrə səbir, 1,7 meganewton güc və polad iradə lazımdır. Bu iradə hansı iradədir? Qisməti ən çox əsəbləşdirən nə isti hava, nə yeni kollektiv, nə ağır və üzücü acqarına gördüyü iş, nə başqa bir səbəbidir. Onun beynini dəng eləyən bir amil var idi. O da səbəbkarın qızışdırıcısı, əsəb simvolu olan Hacı idi. Здравствуй, сынок. Мастер. Посмотри, хорошо у меня получается. Как у самого заправского кузнеца. Но по мне ты еще лучше владеешь мечом на поле боя. Qədim Tuva şifahi xalq ədəbiyyatının antropologiyasının atalar sözünə görə qismətdən artıq yemək olmaz. Eşidirəm, bu Tuvalılar qisməti hardan tanıyırlar? Lesotho Krallığının vergilər departamentinin baş mühasibə olan xanım Xunxuatuta həmişə bildirirdi ki, hər bir insanın həyatda bir çıxış yolu var. O da ki, dəmir yoludur. Qismət getdik. Постой, паровоз, не стучите колеса. Кондуктор, нажми на тормоза. Я к маменьке родной с последним приветом спешу показаться на глаза. Yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər birimiz yaxınlara kömək eləməliyik. Bax, həmişə siz fikir vermişsinizsə, mən
ürəyim ağrıyır ki, hər hansı bir ulduz bizdə verilişdə işləyəndə. Həqiqi ürəyim ağrıyır. Bax, indi elə özündə də mən qismət tək görəm orada. Açığı mən belə bir tərör olur. Mən kömək əlimi ona uzatmasam, bu gün mən həqiqətən yata bilmərəm. Qismət, sənə xahiş edirəm, bir dənə açarı qoy yerə. Tut qardaş, təbrik edirəm. Suvaq, rəngsazlıq işindən tamamilə uzaq olan müğənnimiz narıncı paltarda 1918-ci ilin Taşankasında iştirak edən ac bolşevik əskərlərinə oxşayırdı. Şəki, iyi gedilər o. Hörmətli tamaşaçılar, bax bu gün mən Qismətə məsləhət verməsəm dəyərli məsləhətlərindən birini. Ürəyim partdı. Qismət belə örgənmək olmasın. Bax o boyanı vuranda elə bir qapının qırağlarına vursan ki, taxtanın üstə dəyməsin, başa? Hadi yeni geçişinden meşgul ol. Bu səbəbkar şu.